Salam. Bir neçə gün əvvəl yaratdığım sorğuda şəbəkə marketinqlə bağlı suallarınız mənə verilmişdi və suallar çox olduğuna görə, həm də ki, video şəkildə daha aydın izah edə biləcəyimə görə bu gün sizinlə bu videonu çəkməyə qərarına gəldim və bütün suallarınıza cavab verəcəm. Gəlin başlayaq. Sualların sayı çox olsa da təkrarlanan suallar da var burada. Çalışacağam hər birinizə burada verdiyiniz sualları, düzgün məlumatları çatdırım. Demək, ilk sualımız bizim. Necə vaxtdır çalışırsınız və heç bilmirəm deyib xanım burada, məndə alınacaq, yoxsa yox. Bunu başlamasaq, ilk öncə onu deyim ki, bilmərik, heç kim bilə bilməz. Belə də ki, bu qədər insan qazanırsa, niyə də yox, biraz güvənimiz, belə öz güvənimiz olmalıdır, inanmalıyıq buna. İlk öncə digər sualına cavab verim xanımın. Neçə vaxtdır çalışıram? 2020-ci ildən, o pandemiya dövrlərindən başlamışam mən də bu işə. Əslində, belə deyim də, mən heç düşünmürdüm, çalışacağım, yəni ümumiyyətlə belə işlərin, belə qazancların olduğunu bilmirdim. Mənim üçün də tam yeni bir sektor idi. Dediyim kimi məlumatım yox idi. Sadəcə bilirsiniz bu işləri necə tanıyırdım mən. Yəni bizim də ətrafımızda var idi insanlar, gətirirdilər məhsulları, kataloqu tanıdırdılar. O şəkildə məhsul alırdıq onlardan və təbii ki, bir fikir formalaşır ki, burada və sizə deyə bilərəm ki, bu qədər sosial şəbəkələr inkişaf eləməmişdi. Yəni orada qazanclar var, indi nə qədər reklamlar var, düzdürmü? İzah edirlər, bu qədər pul var, bu qədər qazanc var. Heç o vaxtda bu qədər yox idi. Burada bizim gördüyümüz sadəcə kataloq, satış, insanların yəni bu şəkildə qazanc əldə etdikləri, yəni tam da bildirmirdilər. Həmişə işləyən bir adamın artıq evdə qalıb, iş görməməyi, öz qazancın olmamağı, belə deyim də, mənim burada başlamağıma ən böyük səbəblərdən biri oldu. Təkliflər gəlirdi, hər kəsə gəldiyi kimi və bir gün dəyərləndirdim, baxdım. Təbii ki, dərhal orada yazılan kimi getdim, qoşuldum, başladım, belə bir şey olmadı. Başladım araşdırmağa və araşdırdıqca bu işdə riskin sıfır olmağı, bu işdə o qədər qazancın olmağı təbii ki, məni çəkdi bura. Yenə dediyim kimi araşdırdım, öyrəndim, baxdım. Yəni tam belə indi bunu uzatmaq istəmirəm. Bu mənim belə deyim də bu sektorla tanışlığı zaten videolarım çoxdur bununla bağlı. Öz hekayəmi danışmışam kanalda. Oradan baxa bilərsiniz. Yəni bu xanımın sualına cavab vermək üçün 2020-ci ildən başlamışam çalışmağa. Çətinliklər də olur, hər bir şey olur. İndi digər suallarda zaten bu belə deyim də bunlara toxunacağam. Suallar gəlib çünki. Sizə də deyə bilərəm ki, xanım, mütləq şəkildə başlayın, mütləq. Alınacaq, alınmayacaq, zaten itirəcəyiniz heç nə yoxdur. Yəni burada risk yoxdur, pul qoymursunuz, heç bir şey, yəni riskli bir şey deyil. Amma özünüzə inansaz, düzgün sistemlə başlasaz çalışmağa, mütləq şəkildə alınacaq. İkinci sualımız, ən məşhur sual. Ətrafım yoxdur, inanmırlar. Məndə məsəl üçün bu inan məsələsi tamamilə fərqli olub. Əksinə, inanırdım, güvənirdim, hətta düşünürdüm ki, bir neçə ay ərzində hər kəs gələcək, bütün ətrafımdakılar komandama qoşulacaq, direktor olacaq. Belə bir şeylər, belə deyim də, bəzilərində inamla başlayır, bəzilərində inanmadan başlayırlar, amma ətrafa gələndə hər birimizin ətrafı var. Xala qızı, dayı qızı, qonşular, tanışlar, qohumlar, podruqa, sinif yoldaşları, qrup yoldaşları, yəni bunlar bizim ətrafımızdır. Amma şərt deyil ki, siz indi bu qədər sosial şəbəkələr, onlayn şəbəkələr inkişaf elədiyi vaxtda sırf ətrafımdan qohumu gətirim, kimisə gətirim. Hal-hazırda mənim komandamda qohumlardan demək olar heç kim yoxdur. Mənim ətrafımdan heç kim yoxdur. Mən ətrafı özüm yaratmışam. Nəinki mən, burada çalışan insanların bir çoxu. Yəni bu indi başqa mövzudur, buna keçməyəcəm. Dediyim kimi, ətrafı biz özümüz yarada bilərik. Mən məsəl üçün, təbii ki, hər birimiz ətrafımızda olan insanlara indi bu qədər qazancı görürük, bu qədər pulları görürük, istəyirik ki, hər kəsi bildirək, onlar da gəlsinlər, qoşulsunlar, amma bir şey düşünün ki, siz də nə vaxtsa o ətrafınızda olan insanlar kimi bu işə inanmırdınız. Bu işə nə qədər mənə deyirdilər, nə qədər mənə təkliflər eləyirdilər, amma mən qulaq asmırdım. Mənə o vaxt maraqlı deyildi bu. Ya çox sağ olun, istəmirəm, bu şey heç qulaq asmırdım. Amma hal-hazırda deyirəm ki, yəni bu qədər qazanclı işə necə çalışmamaq olar? Yəni amma baxın, o insanları başa düşməlisiniz. O insanlar, ətrafınızda olan insanlar, siz burada çalışırsınız deyə, yəni məcbur deyirlər gəlib çalışmağa. Sadəcə bir zaman lazımdır. Əsas odur ki, sizin düşüncəniz dəyişməsin. İnsanların düşüncələri dəyişir. Necə ki, sizin düşüncəniz dəyişib. Nə vaxtsa yox deyirdiniz, istəmirəm deyirdiniz, amma indi burada çalışırsınız. Onların da, o ətrafın da fikirləri dəyişəcək. Hər gün bunun üçün çalışsaz, paylaşımlar, dediyim kimi, inamınız, yəni inamınızı itirməsəz bu işə olan, onlar da başlayacaq yavaş-yavaş inanmağa, güvənməyə. Çünki hal-hazırda əvvəlki kimi deyil, ətrafda onların da ətrafında nə qədər qazananlar var şəbəkə işində. Ona görə də, yəni bu etirazda ətrafım yoxdur. Hə, bir də ki, ən vacib məqam, belə deyim, ətrafımızda yüzlərlə, minlərcə insanın olmağına ehtiyac yoxdur. 2-3 nəfərlə də komandanızı böyüdə bilərsiniz. Siz ətrafınızdan 2 nəfər gətirirsiniz, o 2 nəfərin əli ilə yüzlərcə, minlərcə insan tapa bilərsiniz. Yəni hər kəs bir neçə adamla, bir neçə çalışmaq istəyən insanla bu işə başlaya bilərin. Böyük ətrafınıza, dediyim kimi, ehtiyac yoxdur və yaxud da o ətrafı özümüz yaradacağıq biz. Pul olduğunu bilirəm, amma bura vaxt ayıra bilmirəm, necə edim. Vaxt ayırmalısınız, necə edim deyəndə. Əslində hər birimizin zamanı demək olar eynidir.
Mən əvvəl belə deyim də, əvvəl mənə bu sualı versəydilər, deyərdim ki, hə, başa düşə bilərəm. Bəlkə məsəl üçün mən evdə idim və deyə bilərdim ki, ola bilsin bəlkə insan çalışır, daha çox işi var və vaxt ayıra bilmir buna. Amma hal-hazırda qətiyyən razı deyiləm. Yəni ümumiyyətlə bu etiraz bununla qətiyyən razılaşmıram. Çünki mənim hal-hazırda belə deyim də, çalışdığım o qədər, yəni belə iş var, gördüyüm o qədər iş var ki, əgər mən çatdıra bilirəmsə, mən bu işə vaxt ayıra bilirəmsə, hər kəs ayıra biləcək deyə düşünürəm. Bu həm də istəkdən asılıdır. Biz bu işə ciddi yanaşsaq, biz bu işə belə deyim də, qazanc var burada, mən burada uğurlu olacağam, mən bu işi dəyərləndirəcəm, vaxt ayıracağam kimi yanaşsaq, o vaxtı tapa bilərik. Hər bir insan hər şeyə vaxt tapa bilər. Gündəlik 3 saatınız, 4 saatınızı ayırsaz buna. Məsəl üçün 1 saat gec yatın, 1 saat tez durun. Buradan 2 saat qazanmış olacaqsınız. Yəni fərq eləmir. Nəyisə etməyib onun yerinə bunu edə bilərsiniz. Çünki baxın, deyirsiniz, bilirəm qazanc var. Bu qazanc üçün nəsə etmək lazımdır təbii ki. Bu qazanc üçün mən heç nə etməyim, qazanım, belə bir şey yoxdur. Amma o 3 saatınızı ayırsaz bu işə, bəlkə də hal-hazırda gördüyünüz o digər işləri görmədən belə həyatınızı çox gözəl şəkildə yaşaya bilərsiniz. Amma ilk addımlarda bu işə o vaxtı ayırmaq vacibdir. Gələn qeydiyyatları aktivləşdirmək. Yəni bu mövzu da əslində çox geniş bir mövzudur. Çox istərdim ki, bu videoda hər birinizə bütün belə deyim də o üsulları, texnikaları öyrədim, çatdırım, amma sadəcə suallarınıza cavab verə bilərəm. Əslində inkişaf etməməyin ən böyük səbəbi elə budur, komandamıza gələn qeydiyyatların. Yəni qeydiyyat bir yerə qədər. Məsəl üçün biz yüzlərlə qeydiyyat gətirə bilərik, amma o qeydiyyatlar aktivləşməsə, çalışmasa, biz onlarla düzgün şəkildə işləməsək, komandamızda inkişaf olmayacaq. Gələcək ya bir kataloq, 2 kataloq, 1 ay, 3 ay işləyib çıxıb gedəcəklər. Bu həm sizin vaxtınızı itirmiş olacaqsınız, həm onların. Təbii ki, hər zaman gedənlər olacaq, hər zaman çalışmayanlar olacaq. Bu normaldır. Bu statistikada hər kəsdə ola bilər. Amma ki, dediyim kimi, istəyirsinizsə ki, komandanız inkişaf eləsin, bu çalışmaq vacibdir. Mən sizə sadəcə olaraq bir neçə etapı, bir neçə addımı deyə bilərəm, nələr lazımdır bunun üçün. Baxın, mütləq şəkildə ilk növbədə tanışlıq. Mən bayaq da qeyd elədim. Yəni burada şərt deyil ki, ətrafımızda tanış insanlar olsun. Şəxsən mənim komandamda heç tanımadığım insanlarla o qədər gözəl münasibətimiz var, bir ailə kimi həqiqətən də. Bunun da səbəbi onlarla belə deyim də, danışıb, belə bağ yaratmaq da belə deyim. Və nə istədiyini öyrənməliyik. İlk növbədə nə istəyir, burada nələr qazanmaq istəyir, bu işlə bağlı nə düşünür. Yəni insanın nə istədiyini ilk növbədə öyrənmək. Ona sırf pul kimi, sırf qazanc kimi bu gəldi, mən onun üstündən qazanacağam, bu cür baxmamalıyıq biz. Çünki o qarşı tərəf onu hiss eləyəcək. Bəzi xanımlar var, liderlər var, gəldi, qoşuldu, sifariş vur, bunu elə. Ümumiyyətlə danışmırlar. Axırda istəyəndə ki, o sifariş vursun, başlayırlar. Salam, necəsən? Sifariş vurdun, götürdün buradan məhsullarını, vura bildin, nə qədər vuracaqsan? Yəni bu düzgün bir şey deyil. Yəni dediyim kimi, indi çox danışmayım burada. İlk növbədə insanla bağ yaratmaq, onun nə istədiyini öyrənmək. İkinci addım olaraq təbii ki, təlimlər bunlar olmalıdır mütləq şəkildə. Yəni bəziləri özləri araşdırır, öyrənir. Burada qazanc var, burada bu var, o var, amma bəzi xanımlarda, bəzi bura qoşulan konsultantlarda yəni bunu araşdırmırlar. Sadəcə olaraq siz ona təklif edirsiniz. O deyir, hə, qazanc varsa, pul varsa istəyərəm və gözləyir sizdən öyrətməyinizi. Və bu təlimlər çox vacibdir. Təlimlərin belə deyim də addımları çox vacibdir. Gedim başlayım sırazu dəvətlər ona öyrətməyə, yox, düzgün deyil. Məhsulları istifadə etməlidir. Marketinq planı öyrədirsiniz. Uğur qazanmış insanların nümunələrini ona göndərirsiniz, göstərirsiniz ki, kim necə başlayıb, kim hansı üsullarla başlayıb, kim necə burada çalışır. Sonra dediyim kimi biz öz komandanızda olan sistemləri izah edirsiniz. Hansından sonra nə eləyəcək, nəyi necə edəcək. Əvvəlcədən hazırlayırsınız insanları. Dəvətlər etdiyimiz zaman o qarşıdan gələn neqativlər, o qarşıdan gələn ətrafımızdakı etirazlar, bunları hazır edirsiniz. Etirazlarla işləmək qaydaları, dəvət üsulları, sosial şəbəkədə düzgün qaydada işləmək. Əslində dediyim kimi çox geniş mövzudur, amma çox danışmaq istəmirəm. Digər suallara da keçmək istəyirəm. Yəni burada komandanızdakı insanları aktivləşdirmək üçün o etaplar vacibdir, o addımlar vacibdir. Hansından sonra etmək. Yəni bunu bir gündə edə bilməzsiniz, amma hər addım onun bu işdə qalıcı olmağını belə deyim də təmin edəcəkdir. Daha əvvəllər çalışmısınız, yoxsa ilk şirkətiniz idi? Videonun əvvəlində də danışdım. İlk şirkətim idi. Yəni ümumiyyətlə bu sektorla tanış deyildim. Amma məncə sıfırdan da başlasaq, biz istəsək, yəni hər bir şey bacara bilərik deyə düşünürəm. Heç kim bu işi məktəbdə, universitetdə hardasa öyrənmir. Orada keçmirlər. Hər kəs nə vaxtsa ilk belə deyim də harda çalışsa da ilk addımları olur burada. Sadəcə olaraq uğurlu olmaq üçün dediyim kimi axıra kimi getmək lazımdır. Nə olursa olsun bu işdə belə deyim də yarı yolda qoymaq qətiyyən olmaz. Düzdür, məndə də oldu belə bir anlar ki, çalışmışam, nəticə almadığım olub, bəlkə etməyim, bəlkə alınmır, çətindir dediklərim olub. Amma ki qətiyyən, yəni burada qazanc varsa, burada pul varsa, mütləq şəkildə sonuna kimi getməliyik və dediyim kimi sıfırdan başlasaq da o qədər məlumatlar var ki, hal-hazırda YouTube-da hər yerdə təlimlər, məlumatlar, yəni bu işi öyrənib və burada qazanc əldə edə bilərik sıfırdan başlasaq belə. Kimə təklif edirsən, yox deyir, hər kəsə onlayn çalışır, hər kəs ətrafımda ordadır. Yəni bu kimi suallar burada bəlkə də bir saysam 20-30 suala yaxın, yəni bu sualdır, bu çətinliklə qarşılaşırlar.
Əslində sizə deyə bilərəm ki, hər kəs onlayndadır və bundan sonra da hər kəs onlaynda olacaq. Çünki onlayn sektor inkişaf edir. Hətta müəllimələr, həkimlər, hər kəs onlayn şəkildə hal-hazırda başlayır inkişafına, qazanmağa, qazanc əldə etməyə. Hər kəsdə telefonlar, sosial şəbəkələr. Təbii ki, bu belə olmalıdır. Amma bu o demək deyil ki, sizin çalışdığınız şirkətdə işləyir hər kəs. Elə bir şey yox. Elə bir şey olsaydı bu qədər inkişaf olmazdı. Hər ay yeni rütbələr, yeni başlayan insanların rütbəyə çıxmaqları, direktor, digər statuslara qalxmağı olmazdı. Yəni bu düşüncə düzgün düşüncə deyil. Məsəl üçün hal-hazırda yəni yaşadığımız ölkədə neçə milyonlarca insan var və statistikaya baxsaq çalışdığımız şirkətin heç onun belə deyim də 2%, 3% burada çalışmır. Yəni ona görə də yəni bu düşüncəni belə deyim kənara qoyun. Mütləq şəkildə çalışmayan, burada hələ başlamayan, başlamaq istəyən insanları tapa bilərsiniz. Amma bu düşüncə ilə başlasaq ki, mənə hər kəs yox deyəcək, gəlməyəcək, qoşulmayacaq, ətrafımda hər kəs burdadır. Təbii ki, elə olacaq. Elə insanlar çıxacaq qarşınıza. Yəni hər şey burada başlayır. Ona görə də gözəl düşünməliyik və bir də hər kəs mənə yox deyir. Dediyim kimi, biz o yox cavablara hazır olmalıyıq. O ətrafımızdakı etirazlara hazır olmalıyıq. O yox cavabı həyə çevirmək üsulları var. Paylaşımlardır, bu işi tanıtmaqdır. Yenə deyirəm, siz də nə vaxtsa yox demisiniz, siz də nə vaxtsa istəmirdiniz. O insanlar məcbur deyil sizin ona təklif elədiyiniz kimi, hə istəyirəm, gəlirəm, qoşuluram deməyə. O hazır deyil, o ümumiyyətlə düşünmürdü hal-hazırda hardasa çalışmağa. Amma siz ona təklif elədiyiniz zaman artıq onun belə deyim də yavaş-yavaş adi həmişə bu misalı gətirirəm. Kimsə sizə məsəl üçün çolka kəsməyi düşünmürəm, amma kimsə sizə deyir ki, "Ayşə sənə çolka çox yaraşar." Deyirsən, "Ay yox, yox istəmirəm." Bir müddətdən sonra o fikir sənin beynində belə deyim də böyüyür, oyacaq. Bir də getdin çolka kəsdin. Bu da belə bir şey. Siz təklif edirsiniz, ona o toxumu belə deyim, əkmiş olursunuz beyninə. O sizin paylaşımlarınızı gördükcə, sizin burada inkişaf elədiyinizi, irəlilədiyinizi, yəni yavaş-yavaş isidirsiniz insanı bu işə. Yəni şərt deyil ki, dəvət edən kimi o sizə hə desin. Amma onun o yox cavabını həyə çevirmək olar. Etirazlarla düzgün işləmək mütləq şəkildə vacibdir. İnsanı başa düşmək, insanı anlamaq. Yəni bunlar çox vacib etaplardır. Yəni bu texnikaları da mən bir gün öyrənməmişəm. Çalışdıqca, təcrübə yığdıqca biz öyrənirik. İlk yox cavabda, hə, heç kəs gəlməyəcək deyə bir şey yoxdur. Hər kəs belə başlayır, yəni bunu bilin. Nə qədər qazanırsınız deyə sual veriblər. İndi burada rəqəmləri bildirməyəcəm. Onsuz da paylaşımlarımız olur bizim. Amma deyə bilərəm ki, yəni yüksək qazanclar var bu işlərdə, onlayn işlərdə həqiqətən də deyirəm sən. Düzdür, hal-hazırda inanmayanların faizi daha azdır. Yəni bir çox insan artıq inanır bu işlərə, burada qazanc olduğunu inanır. O qədər ətraflarında ev alan, maşın alan, hətta bu işlər sayəsində həqiqətən də yəni biz də bu hal-hazırda oturub sizinlə danışdığım evi ala bilmişik. Yəni yüksək qazanclar var. Amma hər kəsin qazancı da öz işindən asılıdır, işlədiyindən. Yəni ki, siz nə qədər çalışsanız, nə qədər siz bu işə vaxtınızı ayırsanız, o qədər qazanacaqsınız. Düzdür, bu sektorda çalışmayan, qazanmayanlar da çoxdur. Yəni daha doğrusu çalışdığını düşünüb qazanmayanlar çoxdur. Bu işə daxil olmaq çox asandır. Diplom, sərmayə, pul, tanış, bunlar lazım deyil. Hər kəs bura qeydiyyatdan keçə bilər, hər kəs daxil ola bilər. Ona görə də qazanmayanların sayı da çoxdur. Qazanmayanlar %100 çalışmayanlar olur. Yəni ya yarı yolda qoyub çalışanlar olar. Məsəl üçün bəzən indi bu videoya baxıb biri fikirləşə bilər, necə çalışmırdım, mən çalışırdım. Amma hal-hazırda burada yoxsansa, demək ki, yarı yolda qoymusan bu işi. Bu işə axıra kimi getmək lazımdır. Bəziləri 1 aya qazanır, bəziləri 1 ilə qazanır, bəziləri 2 ilə qazanır, amma %100 axıra kimi getsəz, hər gün disiplinli şəkildə, o kiçik addımlarla da olsa irəliləsəz burada 100% qazananlardan olacaqsınız. Necə olur ki, bəziləri qazanır, bəziləri yox. Yəni işindən asılıdır, çalışmağınızdan asılıdır, işi yarı yolda qoymağınızdan asılıdır. O qazanc da get-gedə böyüyür. Burada bir biznes kimi baxmalıyıq. Burada ciddi yanaşmalıyıq biz. Düzdür, biz digər işlərdə çalışdığımız zaman bizdən tələb eləyirlər deyə biz orada çalışırıq. Amma burada ən böyük çətinlik odur ki, bizdən tələb eləyən yoxdur. Özümüz özümüzdən tələb eləməliyik. Özümüz özümüzə rəhbər olmalıyıq və bir çoxunda bu alınmır. Tənbəlliyinə qalib gələ bilmir. O tələbini eləyə bilmir, işi ertələyir, sabah eləyəcəm, o biri gün eləyəcəm və bu da qazanc əldə etmək üçün burada bizə əngəllərdir. Amma təbii ki, bu maneələri, əngəlləri belə deyim də aşa bilərik. Bir neçə sualı bir yerdə cavablandırım. Çətindir. Siz hansı üsullarla çalışırsınız və faizdən düşürəm. Demək belə. Demək olar ki, 80-90% şəbəkəçilərin problemləridir. Hər kəsdə bir çətinlik olur. İlk növbədə çətindir yazıblar bu iş. Asan iş yoxdur. Mən bunu deyə bilərəm sizə. Hər bir işin öz çətinliyi var. Məsəl üçün mənim üçün çətinlik bilsiz nədir? Hər dəfə də bunu deyirəm mən, qeyd edirəm. Çətinlik odur ki, mən uşağıma istədiyim gələcəyi verə bilməmək. Çətinlik odur ki, məsəl üçün gözəl bir yerdə oxutdura bilməmək, yaxud da toy eləyirik ya da nəsə eləmək istəyirik, kreditə giririk, pulumuz yoxdur deyə və sonra o pulu qaytarmaq üçün çalışmaq, illərcə çalışmaq, o ödənişləri eləmək üçün. Yəni
Çətinliklər bunlardır. Düzdür, buranın da çətinliyi olur. Biznesdə başlamaq, biznesə sıfırdan başlamaq rahat bir iş deyil, amma ki, o saydığım çətinliklərə gələcəkdə rast gəlməyəcəksiniz. Siz bu işə 1 ilinizi versəz, 1 il çətinlik çəksəz, o da çətinlik deyil əslində. Mən sizə indi izah edəcəm. Yəni çətin heç bir şey yoxdur. Zaten biz digər işlərdə də çalışırıq. Burada vaxt ayırmalıyıq, burada çalışmalıyıq. 3-4 saatınızı ayıraraq, məsəl üçün 6 ay, 7 ay, 1 il ərzində hər gün eyni işləri görərək istədiyiniz həyatı yaşaya bilərsiniz. İstədiyiniz kimi geyinmək, istədiyiniz kimi səyahət etmək. Yəni burada tək qazancdan söhbət getmir. Sizin düşüncəniz dəyişir, sizin ətrafınız, sizin özünüzə güvəniniz artır, bir qazanc sahibi olursunuz. Yəni o qədər gözəldir həqiqətən də bu. Yəni mən fikirləşirəm ki, 5 il bundan əvvəlki Aysellə və indiki Aysellə çox fərq var. Çox fərq var. Düşüncədə də, özgüvəndə də, hər şeydə. İnsanın öz qazancın olmağı, uşağa istədiyin gələcəyin verməyi, özünə istədiyin, ailənə öz istədiyin gələcəyin verməyi, istədiyin kimi yaşamağın, yəni o 1 ildə, 2 ildə çəkdiyiniz çətinliklərin dediyim kimi qarşısını ala bilirsiniz. Bir var ki, elə bir dəfə, həqiqətən də bir dəfə gəlirik həyata və bir var hər gün, hər il, yəni ömrümüzün axırına kimi o çətinliyi maaşdan maaşa işləmək, yəni minimumdan yetərləmək. Bir də var ki, biraz əziyyət çəkirsiniz, öz biznesinizi qurursunuz, öz işinizi qurursunuz, qazanca çıxırsınız və istədiyiniz kimi yaşayırsınız. Belə. İkinci sual, qalxırıq, faizdən düşürük, komanda. Bu da normaldır. Mən digər suallarda da bəzilərində də bu mövzuya toxundum. Yəni hər şey yağ kimi gedəcək bir şey yoxdur. Əgər siz biznes qurursunuzsa, əvvəlcədən bu düşməklərə, qalxmaqlara, yəni belə deyim də o yıxılıb yenidən ayağa durmaqlara hazır olmalısınız. Hər kəsdə olub, hər kəsdə olacaq bundan sonra da. Yəni bu normal bir şeydir. Əsas odur ki, yenə deyirəm, yarı yolda qoymayın. Və siz necə komanda qurursunuz, hansı üsullarla çalışırsınız, dəvət edirsiniz, bu cür suallar da var burada. Əslində hər bir bu 5 il ərzində hər bir üsuldan demək olar ki, istifadə eləmişəm. O şəxsi dəvətlər də eləmişəm ilk ilimdə, insanlara təkliflər, işlə bağlı etdiyimdə dəvətlər, bunlar hamısını etmişəm və sizə deyə bilərəm ki, bütün üsullar çalışır. Sadəcə bir gün edib, bir gün etməmək, yəni disiplin burada vacibdir. Burada nə qədər insanı əhatə edirsiniz, nə qədər auditoriyanı əhatə edirsiniz, bu da çox vacibdir. Bəziləri o vaxtlar məndən sual verir, necə olur ki, siz yazırsınız, dəvətlər sizə gəlir, bizə gəlmir, belə deyim də. Əgər siz insanlara yazaraq iş təklifləri eləyirsinizsə, burada say vacibdir. Yəni 10 nəfərə bir gün ərzində 10 nəfərə yazın və oradan yəni maksimum gözəl nəticə əldə edin, belə bir şey olmayacaq. Bu üsul biraz belə deyim də daha çox insan əhatə etməyi tələb eləyir. Sosial şəbəkələrdə işləmək üsulları çoxdur, dəvət üsulları çoxdur. Yenə dediyim kimi burada suallarınıza cavab verəndə yəni bu üsullardan bu bir video ərzində hamısını danışa bilmərəm. Mən hal-hazırda heç kimə təbii ki dəvət direktdə yazaraq, mesaj yazaraq etmirəm. Artıq insanlar özləri yazır və bu üsullar hal-hazırda çox populyardır və hər kəs bunu edə bilər. Düzgün şəkildə sosial şəbəkədə işlədiyiniz hər hansı bir platformada səhifənizi optimallaşdırmaq, düzgün şəkildə qurmaq, brendinizi yaratmaq və düzgün kontent, düzgün auditoriya, trafikin işlənməsi, paylaşımları. Yəni bunlar çox vacibdir və bu üsullarla hal-hazırda həqiqətən də çalışmaq istəyən, daha güclü belə deyim də, komandamıza insanları tapa bilirik. Və dediyim kimi bu üsullar çətin deyil, hər kəs indi bunu öyrənib, tətbiq edə bilər. Yəni dediyim kimi hər bir üsul çalışır. Sadəcə olaraq onu hər gün disiplinli şəkildə tətbiq etmək, o üsulla çalışmaq lazımdır. Sizə hansı üsul uyğundursa onu seçmək. Baxın, WhatsApp platformasında çalışmaq olar, Instagramda çalışmaq olar, YouTube'da, TikTok'da, Facebook'da o qədər yerlər var ki, yenə deyirəm, səhifənizi qurursunuz, paylaşımlarınızı eləyirsiniz, düzgün paylaşım. Kontent yəni paylaşım nəzərdə tuturam, kontentinizi düzgün şəkildə. Yəni hər kəsə, belə deyim də, mən hər kəsə faydalı olum deyə bir şey yoxdur. Elə bir kontent qurmalısınız, müəyyən auditoriyanı əhatə etməlisiniz. Yəni hər kəs mənim səhifəm hər kəsə maraqlı olsun deyə hər dəfə bir şey paylaşmaq da düzgün deyil. Sonra yenə dediyim kimi trafik və gələn müraciətlərin düzgün işlənməsi. Yəni bu 4 dənə etapı keçsəz, dəvətləriniz daha çox olar. Bu cür reaksiyalar da çox gəlib. Yəni çox şadam həqiqətən də. Sizə faydalı olduğuma görə çalışıram elə YouTube kanalında maksimum məlumatlandırırım, maksimum öz təcrübəmlə, öz bildiklərimlə sizinlə də bölüşüm. Həqiqətən istəyirəm ki, hər bir kəs bu işlərlə, burada olan imkanlarla öz ayaqları üstündə dura bilsin. YouTube videoları da həqiqətən də son vaxtlar, yəni buna çox vaxt tapa bilmirəm, amma yenə də çalışacağam əlimdən gələn qədəri ilə maksimum şəkildə daha çox videolar paylaşım sizinlə, məlumatları ötürüm, sizə faydalı olun. Mən də sizi çox sevirəm. Bugünlük bu qədər. Deyirəm ki, bugün bu cavablandırdığım, bu sizə belə deyim də, verdiyim cavablar da sizin üçün faydalı olar. Bir nəticə çıxartmağa çalışarsınız. Ən sonunda da demək istəyirəm ki, heç nədən çəkinməyin, qorxmayın, özünüzə güvənin və bu onlayn işlərə başlayın. Çünki burada pul var, burada qazanc var, burada həyatınızı dəyişəcək fürsətlər var. Sağ olun.